Selamun Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Elhamdülillahi Rabbil Alemin. Ve salatu ve selamu ala Resulillahi ve ala alihi ve ashabihi ecma'in ve ba'd. Evet abiler, Allah'ın selamı, bereketi bizlere olsun. Rabbim bizleri hayır üzerine birleştirsin. Allahümme amin. Allah subhanahu teala hakkı bilip ona en güzeliyle tabi olanlardan etsin. Batile batıl bilip ondan uzak duran kullarından etsin. Allahümme amin. Evet inşallah. Bugün yine inşallah ki fıkıh dersindeyiz. Fıkıh dersi derslerimizin en güzellerinden bir tanesidir. Maalesef toplum Allah'ın ilmine, özellikle de fıkıh derslerine çok sehlenkar yanaşırlar. Halbuki fıkıh ilmi bizim yani ibadetlerimizin sıhhatinin kabul olma şartlarından bir tanesidir. Yani bir insanın fıkıh derslerine cahil kalması onun için üzürlü değildir. Yani bir insan ondan üzürlü kalarsa dünyada da yani ahirette de Allah katında bununla bağlı bir kişi böyle demişiz sorumludur Allah'ın izniyle. Bunun için bugün bir Müslümanın yani fıkıh derslerini yani fıkıh ilmini fıkıh ehkamını bilmesi onun üzerine yani vacip olan ilimlerdendir. Bugünkü inşallah mevzumuz geçen cemaat namazından bahsettik, cemaatten bahsettik, cemaatin İslam'da öneminden bahsettik. Bugün hem iki meseleye değineceğiz. Hem cemaatten geri kalanların hüküm nedir ve cemaatten geri kalmak olar mı? Ve aynı şekilde cemaatin azı ne kadar edilir? En az cemaat neçə kişiden oluşur? Ve cemaat namazıyla bağlı müeyyen hükümler var. Birinci olarak yani cemaattan geri kalmak hem burada kastettiğimiz esasen mesele yani İslam cemaatinden geri kalmak, Müslüman cemaatinden geri kalmak, Müslümanların Allah'ın dinine külliyen ibadet etmekten geri kalmak. Yani bir cemaat olması Müslümanların üzerine vaciptir. Cemaattan ayrı kalmak, cemaatsiz yaşamak, tek yaşamak cahiliye adetlerindendir. Ve cahiliye hükümlerindendir. Ve Müslümanların dinlerinde sabit kalması için, İslam'da sabit kalmak için Müslümanın cemaat halinde yaşaması, onun imanının korunması için en esas taleplerden bir tanesidir. Ve bu sebepten de en son bu sözü söylemiştik ki İbn Abbas'tan ki cemaat namazından geri kalan bir insan ki hansı ki yakumul leyl ve yasumun nahar lakin gece gündüz oruç, gece kıyama namaza kalkır, gündüz oruçtur. Lakin cemaatte hazır değildir, cemaatte hazır bulunmur. Yani bu adamın durumu ne yerdedir? Demiştik ki o adam ateştedir. Yani cemaatten uzak kalan ateştedir. Bu düşünün bir cemaat namazından uzakta kalan bir insan ateştedirse o zaman bir İslam, bir Müslümanın ve İslam ve Müslümanların izzeti için, İslam dinin yer üzerinde her bir kapıya yayılması için yani bu hükümlerden geri kalmak insanı tabii ki daha çok ateşe sokar. Ama Müslümanlar bakırsan ki yani bu meselelerden nedir? Bu meselelerden nedir? Cahildirler. Birinci bir insanın cemaat namazından ne zaman bir insan üzürlü olabilir ki? Sen dedik ki cemaat namazı vaciptir. Yani bir insan bugün mescit olmasa bile evinde veya iş yerinde 5 nefer Müslüman işleyirse yani mescitte zaten bellidir ki mescit varsa insanın yakınında mescide gitmesi vaciptir.
Biraz ondan uzaqdadırsa yenə orada getməsi də yenə vaciblərdəndir. Əgər ora getməsi ona əziyyət və böyük sıxıntılar yaradacaqsa, o zaman nədir? O zaman getməyə bilər. O zaman sünnət olar. Getməyə bilər yox, o zaman sünnət olar yəni. Və birinci odur ki, bir müsəlmanın cəmaat namazından geriyə qalması, məsciddən geriyə qalması, deyir ki, bir insan ən yəkunu mə'zuran, mə'zurdur ki, üzürlüdür. Nədən? Yəni, cəmaat namazından üzürlü qalmasının səbəniyə limaradin əv xavf. Ya bir xəstədir, ya da qorxudur. Yəni, bir insan cəmaat namazına getməməyinin əsas səbəbləri nə ola bilər? Xəstəlik. Və yaxud da ki, qorxu var. Nədən qorxu var? Yolda böyük təhlükələ qarşı-qarşıya gələ bilər. Kətdə yaşayır, yolda it var. İşıqlar yoxdur. Və yaxud da ki, gedib gələ bilmə məsafəsindəki olan aralıq, yəni səbəbilə ona problemlər ola bilər və s. Yəni bu səbəbdən də nədir? Məscidə getməyə bilər. Və belə bir adam kimdir? Və leysə min adətihi. Lakin belə bir adamın məsciddən, cəmaatdan, müsəlmanlardan geri qalmaq adətində yoxdur. Yəni davamlı şəkildə adam geri qalmır. Məsələn, adam var ki, dərsimizdən misal verək. Ki, anlaşılsın deyə, yəni bugünkü vaqiə. Məsələn, dərslərdə insanlar var, davamlı olaraq gəlir. Adam var, davamlı olaraq gəlmir. Ara sıra gəlir, ara sıra gəlmir. Yəni bu adam gəldiyi zaman da əcr qazanır, gəlmədiyi zaman da günah qazanır. Yəni dərsə gəlməyən bir insan günah qazanır, asidir, fasikdir yəni. Böyük günah sahibidir. Çünki elm öyrənmək farzdır. Vacibi tərk edilmək də günahdır. Üzürlü səbəb olmaq, xəstəlik olmalıdır. Ciddi xəstəliyə yaxın problem olmalıdır. Evində, işində. Ki, tərk eləməsi mümkün olmayan, tərk elədiyi zamanda böyük bir zərərlər və sıxıntılarla qarşı qalacağı bir məqam, bir durum olmalıdır ki, bir adam nədir? Namazı və ya dərsi və ya zikri neynəsin, tərk eləsin. Amma lakin adam var, davamlı olaraq gəlir. Məsəl üçün mən davamlı olaraq gəlirəm. Sanırım ki, sən də deyə bilər, yaxşı sən ol. Davamlı olaraq məsələn dərsə gəlir. Tamam ki, adam bir üzürlə qarşılaşdı, bir problemlə xəstələndi və ya ciddi bir problemi çıxdı. Belə bir adam namaza gəlməsə belə, namaza gəlmiş kimi əcr qazanır. Yəni evində otursa da, sanki o cəmaat namazında iştirak edibdir. Və dərsə də gəlməyən, zikrə də gəlməyən bir insan davamlı olaraq gəlir, lakin üzürlü səbəbdən dolayı gəlmədi və bu durumda nə olmuş olur? O adam əcrini deyə tam qazanmış olur. Fəhəzə yəktubu ləhu əcr. Yəni nədən? Namazdan, minəs-saləyə namazdan, mən sallə fil cəmaə, hansı ki cəmaat namazına qılan, ləmmə fihi, yəni bu konuda nədir? Hədis olduğundan dolayı ki, Peyğəmbər aleyhissalatü vəsələmdən əxrəcəhu Buxari hədisi rivayət eləmişdir. Əgər bir qul idə maradəl abd, bir qul xəstələnərsə, əv səfərə və ya səfərə gedərsə, kütübə ləhu məkənə, ona yazılar. Nə? Məkənə yə'məlu sahihən, yəni sağlam vaxtı, muqimən və sağlam vaxtı və muqim olarkən etmiş olduğu əməl ona neyniyər? Yazılar. Hansı o xeyri əməl tərk edibsə, yəni cəmaat namazını tərk edib, zikri tərk edib, cəmaat zikrini tərk edib, müsəlmanla birlikdə, bərabərlikdə olmağı, yəni bir insan tərk edibsə, xəstələndi, gəlmədiysə əcr qazanacaqdır. Səfərə çıxdıysa yenə əcr qazanacaqdır. Qorxudan dolayı gəlmədiysə, yəni şəri bir üzür var. Yəni üzürlərin səbəbləri çox ola bilər. Evdə məsəl üçün ciddi problem yarandı. Gəlirdi evdə məsəl üçün tutalım, elə bir problem yarandı ki, evdən çölə çıxa bilmədi. Ciddi bir problem yaşadı. Və s. durumlar var ki, o durumlardan dolayı bir insan gəlməzsə, nə olmuş olar qardaş? O insan üçün heç bir problem yaranmaz. Yəni əslində nə olar? O insan əcr qazanar, o insan mükafat qazanar. Yəni cəmaat namazında nədir? Geri qalsa belə. Fəmən kənə azimən aləs salati ma'al cəmaə azmən cəzimən. Bax,
Kim ki, fəmən kənə azimə, yəni bir adam yəni azimli olaraq, yəni səmimi olaraq niyyət edib ki, cəmaət namazına getməyi, lakin gedə bilmədi. Hər hansı, və lakin hələ dunəhu və dunə dəlik özrü şəri, yəni şəri bir üzür baş verdi. Yəni bir sorun baş verdi, ciddi bir sorun baş verdi. Olmazsa olmazı bir məsələ baş verdi. Yəni tərk etdiyi zamanda böyük problemlə qarşılaşan bir məsələ bahs etdi. Yəni sorun bu deyil. Evə musafir, qonaqsız, belə uzaqdan musafir gəldi, qəbul eləmək olar. Amma yaxından musafir gəldisə qapıdan qoylamalısan. Yaxından musafir gəldi mi, hadan qoylamalısan yaxıcan? Qapıdan qoylamalısan. Bəli, doğrudur bu. Yaxından musafir gəldi, ümumiyyətlə qapıyı açma deyə bir haqqın yoxdur yəni. Əgər adam evə dəvət eləməmisənsə. Tutam ki, gəldi, indi burada qardaşın qapısını döydük, səbəbsiz, kitabsız, lüzumsuz bir yerə. Baxdı ki, gəlmişik, oldu, çox sağ olun deyə öz-özündeyiz, qapıyı açmadan və ya qapıyı açarıq, aleykümselam, buyur, misafir gəlmişəm, kusura baxma, müsait deyiləm, get, dəvət edəndə geri gələrsən. Və aynı şəkildə mən çıxıram, mənim zikrim var, mənim dərsim var, mənim gedəcək yerim var. Elə belə düşün də, sabah-sabah işə gedirsən. İşə gedərkən biri qapıya gəlsə, neyəcəksən? O durumu eləməlisən. Müdürə zəng et deyə bilmirsən. Onun da insanoğlunun İslamda bəzən ciddiyyəti var. O ciddiyyətini həqiqətən insan özü bilir də, hansı üzürlü səbəblərdir. Adam var deyir, məsələn, mən futbola yazılmışam, haqqı var, mən futbola gedirəm. Məsələn, var. Dərsə gəlmir, adam deyir ki, vallahi haqqınızı alayım hocam, evet halal olsun abi buyur, niye gelmedin? Vallahi ben bu günlerde söz verdim. Kime söz verdim? Müşriklere söz vermişim. Dostlarıma söz vermişim, qonşuya söz vermişim, qohum əqrəbiyə söz vermişim. Onunla çayxanaya gedəcəm, futbola baxacağım, məşqə gedəcəm, idmana gedəcəm. Onun evində bir iş var idi. Allah üçün dedim, gelin ona köməklik edeyim. Bu da bir savabdır. Yox qardaş, sən bütün bunların hamısında günah eləmişsən. Çünki sən vacib olan bir tərk eləmişsən. Cəmaət namazı sənin üzərində vacibdir. Elm almaq sənin üzərində vacibdir. Yəni ticarətindən qabaq da sənin üzərində vacib olan şeydir yəni. Və ikinci olan odur ki, bir insan adətindəndir ki, üzürsüz olaraq cəmaət namazını tərk edir. Adətidir ikinci halı. Fəhədə izə sallə baxdəhu, bu adam namazını qılsa tək olaraq, bəzi adamlara görə batil olsa belə, deyir, namazı sahihdir indi cumhur, cumhurun yanında namazı sahihdir. Lakin nədir? Yaxsur, yəni xəsarətdədir, nədir? Xusrandadır. Əcran azimən və səvaban cəzilə. Yəni, böyük mükafatdan məhrumdur. Səvabdan məhrumdur. Və çünki cəmaat namazının, yəni bir tək namazdan, yəni tək qılınan namazdan 27 dərəcə üstündür. Və aynı şəkildə və kədəlikə belə bir adam bir vaxt namazı tərk edən bir adamı və 5 vaxt namazı, cəmaat namazını tərk edən bir adamın da yürümüş olduğu addımları da savablar və bir addımında savab, bir addımda da günahların silinməsi vardır. İnsan bundan da məhrum olur. Yəni bundan da insan məhrum olur, subhanallah. Yəni bir insan cəmaat namazına gəlir, düşün. Əcrdən məhrum olursan. Sonra nədən məhrum olursan? Günahların bağışlanmasına məhrum olursan. Sonra nədən hər addım atanda əcri sahab edəsən, cəmaat namazına gəlirsən və buna görə indi biraz sonra görəcəyik ki, cəmaat namazına bir insan nə qədər uzaq bir məscidə gedərsə, daha çox əcr, daha çox mükafat qazanır. İndi bəzən məsələn zikri adam gəlmir, deyir, hocam, dərs yeri çox uzaqdadır. Qoy maşın dönsün də, sahabə zamanında dəvə ilə, sən dəvə ilə düşün, bugün sənin Sumqayıtdan Xırdana, Xırdadan Sumqayıta və Əhmədliyə dəvə ilə getməyi düşün ki, bu məsafənin yarısını sahabə dəvə ilə gedirdi. Amma sən bugün bir maşınla gedə bilmirsən. Yəni sən yarım saat zikr eləməyə, namaz qılmağa, ibadət eləməyə, cümə namaz qılmaq üçün yəni evindən çıxa bilmirsən deyə uzaqdır. Deyir, necə gələk, orada çox uzaqdır. Niyə? Sabah iş bahanəsi. Və adama baxırsan ki, adam bu ibadətdən məhrumdur, bu ibadətlərdən məhrumdur. Və baxırsan ki, adam saat 12-dir, 1-dir, online'dir, WhatsApp'dadır, Telegram'dadır, TikTok'dadır adam. Fikir bir. Və deyir ki, adam لِأَنَّ تَرْكِ وَاجِبًا عَلَيْهِ مِنْ غَيْرِ عُذْرٍ, yəni bir üzürsüz tərk eləməyi
وَارْتَكَبَ munkaran, bak, cemaat namazını deyir, üzürsüz tərk eləməyi nədir? Münkərdir və onun bu əməlini inkərləmək lazımdır və onu ədəbləndirmək lazımdır. Tədibihi min qibali vəli eləmir. Bak, cemaat namazına gec qalan bir adam davamlı gec qalırsa, yəni şəhərin meri o adamı deyil cəzalandırmalıdır. Yəni vali onu cəzalandırmalıdır. İndi cemaat namazına bu da belə not düşmüşəm. Hətta deyir, hətta yarci'u, yəni yarci'a yəni yəni nə zamana qədər? Yarci'a yəni dönənə qədər ilə rüşdihi, yəni haqq yoluna dönüncəyə qədər, bax, haqq yoluna dönüncəyə qədər vəli onu cəzalandırmalıdır. İndi bu da bir də not düşmür, baxın. Əgər bu tək bir cemaat namazı isə, baxın, bu tək bir cemaat namazı ibadətlərindən biridir. Peki Allah'ın dini üçün Müslümanların bir araya gəlməsindən, dinin bütöv şəkildə yaşanıb insanlara ulaşdırılması üçün bir arada olması gerekirken bunu davamlı olarak terk eden Müslümanların akibəti o zaman ne olmalıdır? İslam ve Müslümanların birliğini, cemaatini pozan adamların durumu ne olmalıdır o zaman? Doğru mu? Yani cemaat namazı Allah'ın emrettiği ibadetlerden bir tanesidir. Ama Müslümanların birlikte Allah'ın dinine yardım etmesi için zikir meclisinde olup elmini artırması, elm öğrenmesi vaciplerdendir. Çünkü zikir meclisi fezekkir inne zikre tenfe'l müminin. Sen hatırlatmak müminlere fayda verir. Yani mesela İbn Qayyim'in güzel bir sözü var ve sahabenin böyüklerinin de güzel bir tabiinin de güzel sözleri var ki, yani sen özünü hakkla meşgul etmelisin. İmam Şafii sözdür. Eğer sen onu hakkla meşgul etmezsense de batıl senden meşgul olacak. Yani sen bugün zikre gelmedin, bugün derse gelmedin, bugün cümleye gelmedin, bugün cemaate gelmedin, cemaat namazlarına gelmirsən. Ya sen cemaat namazlarına gelmediğin zaman sen neyine meşgul olursan? Bu vakti bu harda keçirirsən? Evde, TikTok'ta, televizyonun arkasında. Futbola baxırsan. Məhəldə futbol oynayırsan. Hansısa bir lazımsız, gərəksiz bir dostuna gelip çayxanda çay içirsən. Gərəksiz deyirəm, heç nə olmaz, gərəksiz adamlardır. Zikir məclislərə gəlməyən adam, bütün hamısı gərəksiz adamlardır. İslamdan cahil adamlardır. Zikir məclislərini bilib, dünyavi səbəblərdən və öz şəxsi nəfsi məsələlərdən dolayı evində oturan insanlar cahil insanlardır. Elmə və şəriətə, Allahın dininə dəyər verməyən insanlardır. İslam şəriətinə görə onlar sorumsuz insanlardır. Onların dinlə heç bir dərdi yoxdur. Yəni, din deyə bir dərdləri olmayan insanlardır. Amma üzürlü bir səbəb var, dediyim kimi. Bir işi var, həqiqətən ciddi iş, tərk edilməsi alınmır, xəstədir, ağrıyır, təzyiqi var, davleniyəsi var, baş ağrısı var, ürək ağrısı var, ciyər ağrısı var. Yəni, xəstədir Allah Rasulü dediği kimi. Amma bu adamın adətindən döy tərk eləmək. Bu bir şərti var. Nədir? Adətindən döy tərk eləmək. Adət edilən insanlara hər sifət layiqdir, ən böyük sifətdir, fasikdir, münkər işləyən bir adamdır. Əmir tərəfindən deyir, o adam islah olunması lazım. Amma adəti üzəri olan adamlar təbii ki, nədir? Yəni o insanlar şu sözləri də bəzən deyirlər ki, qardaş hər zaman gəlirik, bir dəfə gəlməsək də olar. Amma doğru sual, məsələn, indi bizdə bəzi qardaşlar var, tanıyırsınız da, yəni kimlərdir? Adəti üzrə gəlməzlər, ara sıra gələrlər, gələndə də yazarlar. 5 dəqiqə, sən məsələn 9 deyərsən, 8 deyərsən, həmən yazar ki, qardaş hardasınız dərsə necə qalmısın? Gəlirsinizmi, gəlmirsinizmi? Adam gəlməz, ha, gələndə də problem çıxardır. Bunun üçün bu günləri həqiqətən də yəni müsəlmanların bununla bağlı ciddi bir şəkildə problem var. Din öyrənmə dərdi yox. Məsələn, burada bir dəqiqə söyünçlə danışaq. Kimləsə münazirə, münaqişə ilə ağzımıza gələn deyək, yüzlərcə insan toplanacaqdır. Axmaq məsələlərlə bağlı zikr eləyək, dəfələrlə görmüşük bunu. Yəni, gərəksiz insanlar bir araya gəlirlər. Bu səbəbdən də burada deyir ki, cemaat namazını davamlı olaraq tərk edən bir insan əmir tərəfindən cəzalandırılmalı, tədib edilməlidir. Hətta nəyə? O yola gelincəyə qədər. Ey müsəlman qardaşım, ki cemaat namazının məsciddə hökmü İslam şiarını izhar edilməsidir. İslam şiarını izhar etmək, məscid inşa etmək, namazı iqamə etmək və namazı iqamə etmək üçün çalışmaq mələ yetimül vacibu illə bihi,
Və huvel vacibu, vacibi tamamlayan hər bir şey də vacib. Yəni sən bu günləri əgər cəmaət namazı qılmağa imkanın yoxsa imkan yaratmalısan. Şərait yoxsa şərait yaratmalısan. Məscid yoxdursa məscid tikməlisən. Bu sənin üzərinə vacibdir. Zikir yeri yoxsa zikir yeri təyin eləməlisən. Sənin üzərinə vacibdir. Cümə namazı qılmağa yerin yoxsa cümə namazı qılmaq üçün şərait yaratmalısan. Bir müsəlmanın ilk öncə bu kimin borcudur? Vəli əmirin borcudur. Yəni bugün bir cumhurbaşqanının, bir xəlifənin, bir rəisin üzərinə borcdur ki, hər mahəllədə, hər köydə məscid tikdirsin. Onun üzərinə bir borcdur ki, müsəlmanlara ibadətgah tikdirsinlər. Ki, müsəlmanlar orada ibadət, xeyir sahibləri də buna adım atmalıdır. Xeyir sahibləri, yəni cimri olmalı deyirlər. Zikir məclislərinin artması üçün xeyir sahibləri şərait yaratmalıdır. Bugün xeyir sahibləri zikir məclislərinə gəlirlər və xeyir sahibləri, imkanlı sahiblər kasıblardan o xeyir olan yerlərə xərclənən pulu kasıblardan gözləyirlər ki, əgər ora bir xərc qoyulubsa, qoy kasıblar versinlər. Yaxşı sözləri var, eşitmiş olarsınız. Qoy toplasınlar, axırda nə qalarsa mən verim. O da axırda heç nə qalmır. Bura artıq qalır, deyər onu da verin, mən xərcləyim. Yəni, utanmasa onu deyir yəni. Yəni, gözlüyü ki, kasıb olanını, qopanını cibindən çıxarsın, versin. Yəni, kasıbdan gözlüyü ki, kasıb cibindəki pulu çıxarsın, ortaya qoysun. Zəngin gözlüyü ki, ən axırda versin. Niyə? Ona az pay düşsün. Amma halbuki 50 manat, 100 manat, məsəl üçün, bir zəngin, bir imkanlı adam bir həftə ərzində, bir həftədə onu verə bilməz, verə bilər. Amma başqa şeylərə, dünyavi şeylərə, uşaqların quguluna, cuquluna o qədər boş bir şeylərə pul xərcləyirlər ki. Aşağıdan 5 manat hesablasan, həftəyə desən, oğlun sana nə qədər pul xərclətdi? O çox sevimli qızın, cicil balaları nə qədər lazımsız deyirəm, zəruri ehtiyaclar demirəm. Lazımsız yerə nə qədər pul xərclətdi? Baxıb görürsən ki, 100 manatı keçibdir. Amma Allahın dini üçün gəlində 2 manat atır, 1 manat atır. Bu cimrilərin və o münafiqin surəsində olduğu kimi münafiqlərin vasıflarıdır. Cimrilik, paxıllıq münafiqlərin vasıfıdır. Və Allah Subhanahu taala deyir ki, fi buyutin ədinəllahu ən turfa'a və yuzkara fiha ismuhu, Allahın evində ki, zikr etmək, yusabbihlahu bil ğudub, yəni günorta və axşam Allah'a zikr edənlər ki var, o insanlar ki var, hansı ki onlar Allah üçün ev edindilər, yəni məscid edindilər və ya Allah'a zikr etmək üçün bir ev tutdular və yaxud da ki bir məkan elədilər, bir kitab evi düzəltdilər, bir mədrəsə düzəltdilər və s. Bunlar üçün deyir Allah Subhanahu taala, bunlar o kişilərdir ki, ricalun, bunlar o kişilərdir ki, la tulhihim ticaretun, nə bir ticarət və la bey'un an zikrillah. O kişilər ki var, o kişilərdən bahs edirdikdə kişilər, kişi dediyimiz bir varlıq var. Adam deyir kişi olar, məsələsi var. Bunu hər adama deyir, kişi sözüdür. Kişinin kişiyə borcu olar, kişiyə sözü olar, kişi ilə dostluq eləyər. Doğru mu? Kişi sözümüz var. Kişi belədir da, bəs kişilər belə olmalıdır. İşte deyir, həmən o kişilər ki var, biz o kişilərdən bahs edirik. Qeyrətli, İslam qeyrətindən danışıram. Başqa qeyrətdən yox, başqa qeyrətinə Şeyxülislam Muhammed bin Abdülvahhab deyirlər ki, görsəniz bu da ana atanıza, bacınıza, namusunuza saldırırlar. Niyə necəsiniz? Deyirsə ki, bu onları qılıncdan keçirəcək. Bəs Allahın dininə qarşı insanlar şərəfsizlik eləsə, Allahın dininə, Allahın namusundan sataşsa nə olacaq? Deyir, heç nə, onları dəvət edir, Allah islah eləsin. Olmazsa olmaz, nə bilim, kimin gücü nəyə çatır, onu dəvət edir. Və deyək ki, sizin burada qeyrətiniz odur ki, Allahın qeyrətindən çox öz qeyrətinizi daha üstün görürsünüz. Allahın dinini şirk qoşmaq, küfür qoşmaq əslində Allaha sövmüşdür. Sən də Allahın namusuna toxunmaqdır. Və deyək ki, o kişilər ki var, onları ticarət Allah yolundan alıb qoymazlar. Ticarət. Ticarətləri heç bir zaman, məsələn, bugün sorsa, bu niyə gəlmədi? Malım var idi, mal dağdırdım. Məsəl üçün. Rayona getmişdim, məsəl üçün. İşdə idim, məsəl üçün. Evimə qonaq gəlmişdi, məsəl üçün. Zövcəm mənim adımdan Allah islah eləsin zövcəni. Mənim adımdan söz vermişdi filan qardaş ilə, zövcəni ora aparmışdım. Ona görə dərsə gələ bilmədim. Bütün bunlar kişilərə aid olan vasıflar deyildir, maalesef. Kişilər, keçən cümədə də anlatdıq ki, cümə dərsimizdə anlatdıq ki, nə dedik?
kişinin borcudur, qadını sağa sola götürüb o ev mənim, bu ev sənin ziyarətkarlar yəni gəzdirmə borcu yoxdur. Şəriətlə qarşı-qarşıya gələndə müsəlmanın dini hər şeydən önəmlidir yəni. Ki ticarət müsəlmanları zikir məclislərindən nədir? Alıkoyub bu günləri. Ticarət müsəlmanları Allahı zikir olmaqdan uzaqlaşdırırlar. Allah'ı anmaqdan, Peyğəmbəri anmaqdan, Rasulullah sallallahu aleyhi və səlləmi zikr etməkdən, onun şanını yücəltməkdən, sən Muhammed aleyhisselamı küçək-küçək bu gün gedib insanlara anlatman gərəkərkən, bırak anlatmanı, bu gün müsəlman olduğundan belə həyə edirsən, utanırsan. وَلَا بَيْعٌ عَنْ ذِكْرِ اللّٰهِ Nə ticarət, nə də alış-veriş müsəlmanı deyir, o kişiləri Allah yolundakı o kişilər ki deyir, onları nə ticarət, nə alış-veriş Allah'a zikr etməkdən uzaqlaşdıra bilməz. Heç vaxt uzaqlaşdırır, alıkoya bilməz deyir. Nədən? Və iqamis salə, namazdan, və itəz zəkət verməkdən, yəxafuna yevmən tətəqallabu fihil qulub, qəlblər çevriləcək və gözlər də bərilə qalacağı gündən qorxarlar. Onlar zikir məclislərində niyə gəlirlər? Mən həmişə bir şey demişdim, sizə xatırlayırsınızmı? Əgər belə xatırınızda varsa, sizin də xatırınızda olsun. Yəni bir insanın ölüm dərdi yoxdursa, axirət dərdi yoxdursa, bu dünyada rahatdır, istədiyi şəkildə yaşayır. Yəni bir insanın axirət dərdi yoxdursa, yəni baxırsan ki, bir insan bu dünyada istədiyi şəkildə yaşamaqdadır və yaşanmağı da davam edir. Və Allah Subhanahu taala deyir ki, amma məscidi inşa etmək, innəmə ya'muru məsacidallahi, Allahın məscidini inşa edənlər, mən əmənə billahi vəl yevmil axir, Allaha və axirət günə iman edənlər, və namaz qılan insanlar Allahın məscidini inşa edərlər. Bu günləri məscid inşa etmək ki, bu hətəyn ayəteyn, bu iki ayət ən əzəmətli ayətlərdəndir. Ki, İbn Qayyim rəhmətullah aleyh, bir insan deyir, mən təəmmələ sünnəti düşünən insan, hətta yəni bir insan deyir, təbəyyənə ləhu ənə fi'ləhə, yəni ki, bunun məscidin inşa edilməsi, məscidin imal edilməsi, məscidlərə gedilməsi, orada namaz olması ki, bir müsəlmanı oradan səbəbsiz bir uzaq durması bir müsəlmana həqiqətən də deyir, əsl cəmaatın tərkidir, əsl dinin deyir, tərk olmuş olur. Düşünün qardaşlar, baxın, cəmaat namazını tərk edən insanlara bu qədər ağır sözlər verirlərsə ki, yəni cəmaat namazını deyir, davamlı, məscidi davamlı tərk edən bir insanlar deyir, cəmaatı dini tərk eləmiş kimidirlər. Çünki nəyə görə? Orada deyir, Allahın zikri vardır. Məscid nə üçündür qardaş? Sual babasıydı. Doğru mu? Məscidin səbəbi nədir? Namazın səbəbi nədir? Allah'ı zikr etmək. Düşün, Allah'ı zikr etmək üçün olan bütün yerlər müsəlmanlar tərk edərsə onların aqibətin, işte bu aqibətdən daha şiddətlidir. Bu aqibətdən daha təhlükəlidir. Və bunda deyir, əsər əhli ittifaq etmişdir ki, onlar deyir, sanki deyir, nədir? Cəmaatı tərk etmişlər. Allah deyir, bu insanlar haqqında şöyle bir vaadda bulunmuştur ki, yəni vaadda deyərkən pis vəddə bulunmuşdur ki, وَمَنْ أَظْلَمُ مِمَّنْ مَنَعَ مَسَاجِدَ اللّٰهِ Allah'ın evini zikreden, Allah'ın evine insanları girmekten zikredenler, daha doğrusu men edenler, اَنْ يُذْكَرَ فِيهَ اسْمُهُ وَسَعَ فِي خَرَابِهَا اُولَٰئِكَ مَا كَانَ لَهُمْ اَنْ يَدْخُلُوهَا Hansı ki onlar ona korkuyla, tavazuyla girmesi gerekirken, daha için onlar nedir? Allah'ın mescidine girməyindən insanlar qadağan ettiler. Mesela ki sen de söyledin. Xırdananda böyük bir mescid var. Dini kurumlar olsun. Ve diğer din meselesine ilgilenenler olsun ki. Yani o mescid kapalıdır. Mescidi meyhane, çayxana ediblər. Bir ara çayxana eləmişlər. Bir ay keçən yay çayxana ve pivə verirdiler. Pivə kardeş. Mescid yani qabağında çayxana, mescidin içində insanlar sigaret çəkirdi. Söyün sördü. Damino oynayırdı. Xırdalanda aparkın içində olan mesciddən danışılır. Düşünün. Orada Allah'ı zikretsələr, diğer mescidlər kimi, ora mescid olsa nə problem olacaq ki? Yani mescidin var oluşu problemdirsə, diğer mescidləri də bağlayaq. Eğer mescidin varlığı problemdirsə, onu
değilse o zaman o niye bağlıdır? Yani Sumqayıtda Xırdalanında Əhl-i Sünnətin ibadət edə biləcəyi rahat bir mescid. O burada Xırdalan şəhərində Cəmi Cümlətəni bir dənə mescid, onu mən yolu düzəməli bilmirəm. O da gəlib harada yerləşir. Yəni bu günlər qardaşım, bununla yanaşı baxın. Bununla yanaşı bu gün müsəlmanların zikir məclislərinə birini deyir, bax, mənə məsəcidallah ən yuzkara fiyhə. Bax, Allah'ı zikr etməkdən alıb qoyan bütün dəvətçilər, bütün insanlar hamısı zalimdirlər. Sən məsələn zikir məclislərinə gedirsən, ədiyə gedərsən, nə, bu həftə getmir, gəl həftə gedərik. Gələn həftə söz mən də səninlə bərabər gedəcəm. Bu insanlar hamısı zalimdirlər. Allah'ı zikr etməkdən insanları alıb qoyan insanlar zalimdir. Dostun da olsa zalimdir, xaindir. Qiyamət günündə şər ola biləcək insanlardır. Amma xeyirli dost səni zikrə yönləndirir. Ki onlar deyir, nə deyir? Ləhum fid-dünya xizyun, dünyada və axirətdə onlar üçün böyük bir əzab vardır. Gözlənilməyən bir əzab vardır. Azəmətli bir əzab vardır. Və bu səbəbdən də deyir ki, baxın, müsəlmanların yəni hikmət hükmətlərindən bir dənəsi də odur ki, deyir, yəni dışarıda insanların, məscid müsəlmanların birliyi varkən, tək-tək insanların qılmaları müsəlmanların izzətin və birliyinin ortada düşməsidir. Yəni məscid varsa, sən gəlib evində qıla bilməzsən. Sən getməlisən, məscidə qılmalısan və illə də burada nə deyir? İcazə verilən nədir? İcazə verilən məkan sahibidir, iş yerləridir. Tutalım ki, məsələn, böyük bir iş yeridir. Məsciddə var, amma iş yerdə var. İnsanlar işi qoyub birdən-birə gedə bilmir. Yarısı işləyir, yarısı qalır. 10 nəfər qılır, 10 nəfər sonra qalır, məsəl üçün. Bu günlər, məsəl üçün, müsəlmanların bərabər çalışdığı firmalar var, şirkətlər var, normal özəl işlər var ki, müsəlmanlar çalışmalıdır, orada məscid edinsinlər. Keçən səfər də söyləmişdik, müsəlmanların bugün kafeleri var, restoranları var. Adam böyük bir kafe açıb, namaz qılmağa yeri yoxdur. Restoran açıb, namaz qılmağa dediyim kimi, ən belə geri çəkib, belə adam gedib abdəst alıb, abdəst yerinə su fışqırır. Ayaq yoluna gedirsən, özü sinəm, taharə gedirsən, pis gündədir. Amma adam parayı elə kəsir ki. Və bu səbəbdən də müsəlmanların birliyini azaldacaq deyir. Bütün məsələlər hamısı bu şəkildə dəyərləndirilə bilər. Müsəlmanların birliyini pozan, İslamın şiarını azaldan, İslam və müsəlmanların birliyini düşündən bütün məsələləri bu şəkildə dəyərləndirmək lazımdır. Cəmaatın ən azı nədir məsəl üçün deyir? Cəmaatda ən az 2 kişidir. Çünki niyə cəmaat sözünün ən azı 2 kişidən ibarətdir? Cəmaat namazında ən azından 2 nəfərdən ibarətdir. Ən az 2 nəfər sən bir ara gəlib namaz qıla bilmirsən məsələn. Qonşusan, qohumsan, dostsan, yaxınsan, evin içində qıl. Evin əhlinlə bir yerdə qıl. Əgər məscid yoxdursa, gedib cəmaatla qıla biləcəyin bir yeri yoxdursa. Məsələn, müsəlmanlar hər gün əslində bir yerə toplanıb ən azından restoranlar mı, kafelər mi, yaxın yerlərdə bir arada olub ən azından gedək orada bir çay içək, bir cəmaat namaz qılaq. Bizdə nətərdir? Zikir məclislərinə gəlirlər. Bax, qardaşların durumu zikr edirəm. Zikir məclislərinə gəlirlər, zikr edirlər. Dərs oxuyurlar, elm öyrənirlər. Namaz vaxtına gəlincə hamı nə deyir? Gəl evdə qılacam. O deyir, evdə abdest ala bilmirəm. Bu deyir, ayaqqabını çıxarda bilmirəm. Bu deyir, corabımı üzərindən məhz çəkməmişəm. Ayağımı yumək istəmirəm. Ayaqqabım bozular. Biri deyir ki, təzə kofta almışam. Onu da təzə gördüm, ha. Buraları dardır. Kofta almışam deyir. Təzə kofta almışam. Bunu yuxarı qaldıranda ağzı genişlənir. Abdəsti buna görə deyir, koftamın ağzı genişlənməsin, filbokamın ağzı genişlənməsin deyə abdəst ala bilmirəm. Gərək abdəst almaq üçün onu boynumdan çıxardım. O da altında da mayka geyinməmişəm, ayıbdır. Burada mən necə abdəst alım? Ona görə namazı geyib evdə qılacam. Ay Allahım. Baxın, belə bir toplumla qardaşlar qarşı-qarşıyıq. Belə bir toplumla qarşı-qarşıyıq. Zikir məclislərinə insanlar var, bəzən dəvət edirsən. Hər zaman baxırsan ki, qardaşım, mən zikir məclislərinə gələcəm. Yazır, pozur, araşdırır, qardaş haçandır. Deyirsən, səbr et. Filan günü, filan həftədir, filan saatdadır. Ondan sonra, o gün gələndən sonra adam yoxa çıxır. Yəni, zikir məclislərini insanlar həqiqətən də ucuzlaşdırırlar. Dəyərsiz edirlər. Amma bir müsəlmanlara əqiq var mesciddə, toy var mesciddə,
şadlığı verir məsciddə, pulsuzdur desən, maşallah hamısı baxacaqsan, çıxıb gələcəklər. Bunun üçün deyir, cəmaat namazının əsli 2 dənədir deyir. Hədis Əbu Musa mərfu'an ki, ondan gələn bir hədisdir. İbn Məcədə, axırac İbn Məcə hədisi rivayət etmişdir. Və İbn Məcə demişdir ki, Əl-ithnani fihmə fəmə fəvqəhumə cəmaə, 2 kişi və onun yuxarısı cəmaatdır. Və yenə li hədisin mən təsəddəqa alə həzə, bir kişi orada namaz qılır və Rasulullah s.ə.v də ona və deyilir ki, kim buna qoşulub ona sədəqə verəcəkdir. Fəqalə, işte bir kişi qalxır ona, belə demiş, yardımcı olur. Fəqalə Rasulullah dedi ki, və həzən cəmaə, işte bu kişi cəvərə və İmam Əhməd və başqalar. Və Peyğəmbər aleyhissalatü vesselam Malik bin Hüveyrisə demişdir ki, işte sizlərdən ən böyüyünüz nədir? Sizə ən böyüyünüz və sizin ikinizdə bir kişi nədir? İmamlıq eləsin. Və bu konuda da İslam alimlərinin genəlliklə icması vardır ki, yəni cəmaat namazı ən az 2 nəfərdir. Cümə namazı ən az 2 nəfərdir. Sən cümə namazı qılmasın, gələ bilmirsən, 2 nəfərlə evində, işində, ticarətində qıla bilərsən, 5 vaxt namazı qıla bilərsən. Yəni insanlar deyirlər, qardaş, o şərtlər qoşurlar. Ay məscid olmalıdır, ay cami olmalıdır, ay şu. Bunlar sünnətdir, qardaşlar. Bunlar farzlar deyil, vaciblər deyil bunlar yəni. Və bu səbəbdən də yenə burada məsələ nədən gedir? Başqa bir məsələ mövzu olaraq ki, aynı şəkildə qadınların da məscidlərdə də iştirak eləmələri, 5 vaxt namazda iştirak eləmələri onların da mübahdır. Amma bir şərti var ki, yəni bir izni zövcələrinin icazəsi ilə. Yəni qadın öz başından mən məscidə gedirəm, mən zikrə gedirəm deyə bilməz. Yəni bunlar nədir? Qadınlar üçün də bunu eləyə bilərlər, problem yoxdur. Və aynı şəkildə də yenə də onlar üçün mübahdır. Kişilər kimi zikir məclislərinə getsinlər, zikir məclislərində iştirak eləsinlər, amma ətir istifadə eləməsinlər, açıq-saçıq geyinməsinlər, cəlb edici hərəkətlər eləməsinlər və cəlb edici əlbisələr geyinməsinlər, zinət əşyalarını gizlətsinlər və bu şəkildə zikirlərə, məscidlərə nədir? Ərlərinin icazəsi ilə, vəlilərinin icazəsi ilə gedib nədir? Gələ bilərlər. Və aynı şəkildə onlar öz aralarında da, yəni qadınlar da yüsənnə ləhünnə ən yüsəllinə, yəni onlar da öz aralarında yəni cəmaat namazı qıla bilərlər. Aralarında bir nəfəri də imam seçə bilərlər. Və necə ki Rasulullah sallallahu aleyhi və səlləm yəni əmər Ruqiyyə demişdi ki, ən təcəl ləhə müəzzinən və ona müəzzin edilməyi və əmərəhə əmr etmişdi ki, yəni onlardan bir nəfər də öz dərində imamlıq eləsin və bunu Ravah İmam Əhməd və Əhl-i də yəni bunu rivayət etmişdir. Yəni bu hədisi sahih olaraq hədis rivayətdir. Sahihdir yəni. Və bunun üzərinə də yəni salih insanlar və salih yəni qadınlar, salihə qadınlar da yəni bu hədisi Peyğəmbər sallallahu hədisinin dəlil olaraq əməl eləmişlərdi ki, yəni fərq eləməz. Bir kişi, yəni cəmaat namazı bir kişinin namazından 25 və 27 dəfə üstündür. Və bunun üçün müsəlmandan deyir, ən əfzal olan odur ki, yəni yenə yeni bir mövzudur ki, bu ən əfzəl, ən üstün olan odur. Yəni bunu çox-çox soruşurlar ki, qadınların evdə bayram namazı qılmaq olar mı? Olar. Bir ay yığışa bilərlərmi? Bayram üçün yığışa bilərlər. Bax, yenə sual, qadınlar, bunu icazə verməyənlər də var. Amma İmam Şafii deyir ki, ümumiyyətlə, bu görüşdə də İmam Şafii də ki, yəni kişilər ibadətdə neysə qadınlar da odur, cümə namazı istisna. Cəmaat namazıdır, bayram namazıdır. Bu namazlarda nədir? Qadınlar da öz aralarında bir araya gələ bilərlər, qıla bilərlər. İçlərindən bir nəfər əzan oxuya bilər, içlərindən bir nəfər də nədir? Neyə bilər? Nədir? İqamə verə bilər və bir nəfər də imamlıq eləyə bilərlər. Və ən əfzəli olan odur ki, cəmaat namazında Məsələn, bir müsəlman hansı yerlərə daha çox iştirak eləməsi əfzəldir? Məsələn, baxsan ki, burada hamı çoxdur da bu məsciddə. Tamam mı? Amma bu məsciddə adam azdır. O məsciddə iştirak eləməyin daha yaxşı. Niyə? Məscidin ibadətçi olaraq davam etməsi. Məsələn, bunu hər şey zikirləmək olur. Müsəlmanlar olsun, cəmaat olsun, toplum olsun. Yəni, harada ki, daha sənin getməyinlə bərəkət artacaqsa, orada iştirak eləməyin daha çoxsa səbəbdir. Çünki innəmə ya'muru məsəcidəllah
Allahın mescidini inşa edənlər kimlərdir? Allaha və axirət üçün iman edənlərdir. Həmçinin mescid tikmək də elədir. Məsələn, harada daha çox mescidə ehtiyac varsa, yəni sən Sumqayıtda tutalım ki, mescid var, sən Sumqayıtda neysən ki? Olmayan yerdə tikmən daha savablıdır. Və ən gözəl olan da hansı mesciddə ki, daha çox insanlar namaz qılırlar, yəni məsələn, bu da 2 nəfər, bu da 10 nəfər namaz qılır, o birisində 100 nəfər, o 100 nəfərə getmən daha yaxşıdır. O birisində 500 nəfərdir, oraya getmən daha yaxşıdır. Amma az öncəkinin arasında fərq nə idi? Birisində sənin olmağınla o mescid davam edir və birilərinin olması ilə o mescidin içində olan ibadətlər davam edir. Birisində isə orada hamısında ibadətlər mövcuddur, azalmır. Davam edir, artır ki, azalmır, lakin sən ən çoxunu seçmən. Və sonra isə ən uzağı olanı seçmən də daha üstündür. Hansı mescid daha çox uzaqdadır? Və ən önəmli olan da hansı məsciddə salihlər daha çoxdur, alimlər daha çox. Minəl uləmə, o alimlər və əhl-i islah və əhl-i nəcat, yəni belə deyim, fəzilətli insanların olduğu məclislərdə olmaq daha xeyirlidir. Yəni məsələn, burada tutalım ki, bir elm adamı var, burada cəmaət namaz qıldırır. Bir də bu da var, normal, adi sıradan insandır, bir cəmaət namaz qıldırır. Elm adamının olduğu yerdə və ya salih bir insandır, tanınmış salihlərdəndir, tanınmış insanlardandır. Nədir? Orada olman, digərində olmandan daha üstündür. Yəni. Çünki nəyə görə? Onların olmuş olduğu məkanda daha çox ibadətlərin qəbul olunma və Allahın rəhmətinin o məclislərə enməsi və onlara Allahın, belə deyim ki, bol-bol məğfirəti daha çox olduğu içindir ki, yəni bu da nədir? Peyğəmbər aleyhissalatü vesselam ricalun və fihi ricalun yuhibbuna ən yettəhharu, yəni o kişilər var ki, onun içində onlar təmizlənənlər, Allah da çox-çox təmizlənənləri sevər və sonra dediyim kimi bir insan köhnə məsciddə də qılması daha fəziyyətlidir. Təzə məscid var, bir də köhnə məscid var, köhnə məscidlərdə qılmaqda daha fəziyyətlidir.